Sumqayıt şəhərində Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri təşkil olunur. Bayram günlərində şəhərdə müxtəlif kollektivlər üçün şənlik proqramları hazırlanıb və sakinlərə yüksək əhval-ruhiyyə bəxş edən tədbirlər keçirilir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatı olan Sumqayıt şəhər komitəsi də Novruz bayramı münasibətilə geniş miqyaslı tədbir proqramı həyata keçirir. Komitənin təşkilatçılığı ilə keçirilən Novruz şənliyi martın 22-sindən başlayaraq 25-nədək davam edəcək və 4 gün ərzində minlərlə təhsil işçisi və onların ailə üzvləri bayram sevincini birlikdə yaşayacaq. Bayram proqramı çərçivəsində Sumqayıt şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri və digər təhsil işçiləri üçün xüsusi tədbirlər təşkil olunub. Ümumilikdə 9000-dən çox Həmkarlar İttifaqı üzvünə bayram münasibətilə müxtəlif hədiyyələr təqdim olunur. Bu təşəbbüs təhsil işçilərinə diqqət və qayğının göstəricisi olmaqla yanaşı, onların əməyinə verilən dəyərində bariz nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda tədbirlər yalnız təhsil işçilərini deyil, onların ailə üzvlərini də əhatə edir. Şənliyə qoşulan 5000-dən çox təhsil işçisinin azyaşlı övladları üçün maraqlı və rəngarəng Novruz tamaşası təşkil olunub. Tamaşa proqramında Novruzun sevilən obrazları, Kosa və Keçəl, bahar motivləri və milli oyunlar uşaqlara bayram əhval-ruhiyyəsi yaşadıb. Balacalar üçün hazırlanan səhnəciklər, musiqili proqram və əyləncəli çıxışlar onların böyük marağına səbəb olub. Uşaqlara bayram sovqatları təqdim olunub, müxtəlif şirniyyatlar və hədiyyələr paylanılıb. Bu isə onların sevincini daha da artırıb və bayramın coşqusunu daha da gücləndirib. Tədbir boyunca uşaqların sevinci və valideynlərin məmnunluğu bayramın yüksək səviyyədə təşkil olunduğunu bir daha göstərib. Novruz şənliyi milli adət-ənənələrimizin yaşadılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Tədbir məkanında Novruz atributları, milli dekor və elementləri və bayramın rəmzləri qurulub. İştirakçılar üçün bayram ab-havası yaradılıb. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Sumqayıt şəhər komitəsinin həyata keçirdiyi bu təşəbbüs təhsil ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Komitənin təşkil etdiyi bu cür tədbirlər həm müəllimlərin sosial rifahına diqqətin göstəricisi, həm də kollektivlər arasında birlik və həmrəyliyin gücləndirilməsinə mühüm töhfə kimi dəyərləndirilir. 4 gün davam edən bayram proqramı ərzində minlərlə insan Novruz sevincini bölüşür, baharın gəlişini birlikdə qeyd edir. Bu cür tədbirlər bir daha göstərir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər komitəsi təhsil işçilərinə daim diqqət və qayğı ilə yanaşır, onların bayramlarını daha yadda qalan və mənalı etməyə xüsusi önəm verir. Təşkil olunan Novruz şənliyi həm də müəllimlər və onların ailə üzvləri üçün unudulmaz bayram ab-havası yaradaraq milli dəyərlərin yaşadılmasına və cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə töhfə verir. Şəmstan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.